Salam. Bu qranit çanağı 500 AZ-nə yaxın keçən il yayda mətbəximiz üçün aldıq. Hər şey ideal görsənsə də, əfsuslar olsun ki, bir il tamam olmamış mənə bayram sürprizi etdi. Üstəlik hələ onu çox qoruyurdum, qaynar suyu birbaşa tökmürdüm, soyuq suyu açırdım. Amma görünür ki, bu olacaq bir işə heç bir adiyyatı yox. Çanağın çəkisi çox ağır olduğu üçün çox da möhkəm mebelə yapışdırılmışdı. Onu oradan çıxarmaq bizim üçün heç də asan olmadı. Axır məcbur olub çanağı qırmağa başladıq. O qədər bərk yapışmışdı ki, onu ancaq hissələrə bölməklə çıxarmaq mümkün olardı. Və burada bir şeyi diqqətinizə çatdırmaq istəyirəm. Üst hissələrinin qalınlığına fikir verin. İlk baxışdan sanki bütün çanaq bu qalınlıqdadır, amma xeyr, elə deyil. İndi alt hissənin qalınlığına fikir verin. Alt hissə yan tərəflərdən olduqca nazikdir. Bu mənzərəni gördükdən sonra tam əmin olduq ki, bu çatlamanın da səbəbi məhz keyfiyyətsiz istehsaldır. Bizə elə gəlir ki, bahalı məhsul aldıqda keyfiyyəti də yüksək səviyyədə olacaq, amma təəssüf ki, elə deyil. Bu postu da çəkməkdə məqsədim odur ki, yeni mebel yığanlar, çanaq almağa hazırlaşanlar, əgər qranit, kvars çanaqlarına üstünlük verəcəksinizsə, mütləq alt hissəsinə diqqətlə baxın. Yenidən qranit çanaq alaramı? Xeyr, heç vaxt. Bu dəfəki seçimimizi paslanmaz poladdan etdik. Çəkisi də normal, qiyməti də münasib. Bu arada tullantı yığılan hissəsi də çox xoşuma gəldi. Artıq heç nə buraxmır, təmizləməkdə çox rahatdır. Çalışaq olacaq heç bir şeyə də üzülməyək, tək ki canlar sağ olsun.